Yani bu müstəqilliyi də əldə edən fədakar kişilər oldu. Başda Məhəmməd Əmin Rəsulzadə, Nəsib Bəyli, Əlbəy Hüseynzadə, Əhməd Bəyoğlu, Fətəli xan Xoyski, Əlmərdan bəy Topuzbaşov və digər sözün həqiqi mənasında kişilər oldular və həyatlarını, taleylərini, ömürlərini bu dövlət uğruna, bu üstəngli bayraq uğruna fəda verdi. Bizim də onlar qarşısında borcumuz odur ki, ən az onların adını yaşadaq, ən az onların çəkdiyi əziyyətə dəyər verdiyimizi göstərək. Düzdür, bugün tam ürəyaçıcı deyil ki, məsəl üçün Məhəmməd Əmin Rəsulzadənin hələ də şəhərin görkəmli yerlərindən birində heykəli yox. Puşkin heykəli var, Tesla'nın heykəli var, Zorgenin heykəli var. Hətta belə deyək, bəzi bolşeviklər və onların belə heykəlləri var, amma Ayna Sultanova kimi satqınların, Nərmanov kimi satqınların belə heykəlləri var, amma Rəsulzadənin, Nəsib Bəylinin, Xoyskinin, Topuzbaşovun, Əlbəy Hüseynzadənin təəssüf ki, bir xatirə heykəli yoxdur. Yəni küçələr var. Baxırsan balaca küçələr, til qalan, amma siz tarixinə yad baxan millətlər qabağa gedə bilməz. Tarixini inkar edən millətlər qabağa gedə bilməz. Biz öz tariximizə qovuşsaq, öz tariximizlə barışsaq biz inkar edəcəyik. Və burada bir məsələ var, onu da qeyd edelim. Məhəmməd Əmin Rəsulzadə nə iqtidarın, nə müxalifətin, hamının. Yəni buradan deyil, Azərbaycan iqtidarına səslənirəm, Azərbaycan hakimiyyətinə səslənirəm ki, Rəsulzadəyə sahib çıxmaq lazım. Onun komandasına, onun əqidədaşlarına, bu bayrağı bizə verən kişilərə, onların xatirəsinə sahib çıxmaq lazımdır ki, sabahki nəsillərdə bugünkülərin qədrini bilsinlər. Bax, xatırlayın, Türkiyə Cumhuriyyəti nə vaxt ki Osmanlıya sahib çıxmağa başladı, nə vaxt ki Atatürk'e sahib çıxmağa başladı, yəni bir-birindən vuruşturmadı Atatürk'ün Osmanlı'nın, ikisinə də sahib çıxıb, görürsünüz Türkiyə indi haralarda. Yəni biz də özümüzün Nadir Şahımıza, özümüzün Şah İsmailimiza, özümüzün Xoyskimizə, Rəsulzadəmizə sahib çıxmasaq, inkişaf edə bilməyəcəyik. Sizə həm Qurban Bayramı münasibətilə hər birinizi təbrik edirəm. Gün o gün olsun ki, hər biriniz qurban kəsə biləsiniz, qurban payı verməyə adam tapmayasınız. Yəni ki, elə bir inkişaf olsun inşallah və eyni zamanda da bu gözəl Respublika günü ilə bağlı hər birimizi başında özüm olmaqla təbrik edirəm. Çünki yenə deyirəm, dövlətsiz olmaq ağırdır. Adi bir futbol turnirinə baxarsan, siz deyər ki, niyə mən bayrağım yoxdur, niyə mən yoxdur? Yəni dövlət çox önəmlidir və dünyada cəmi 200-210 dövlət var, amma 1000-ə yaxın xalq var. Hər xalq dövlət qura bilmir. Biz Allah'ın xoşbəxt qullarındanıq ki, öz dövlətimizi qura bilmiş. Hə, burada razılıq olar, narazılıq olar, kasıbçılıq olar, varlılıq olar, haqsızlıq, nahaqlıq olar, amma biz özümüz vuruşarıq, əldə edərik, qazanarıq və yaxud da uduzarıq. Amma öz dövlətimizin daxilində. Hansısa Qraçovlar, Qarbaçovlar, hansısa nə bilim, digər Primakovlar gəlib bizə diktə eləməz, eləməməlidir. Eybi qoy bizə zülm eləyən də özümüzdən olsun, günahlayan da ən az bilək ki, özümüzdəndir. Ona görə bu gözəl gün münasibəti ilə hər birinizi bir daha təbrik edirəm. Ayaqlarınız var olsun, sağ olun, təşəkkür edirəm ki, bu kişilərin ruhunu, xatirəsini yaşadırsınız. Bir daha sizə təşəkkür edirəm bu tətil gününüzü, bayram gününüzü ailənizdən, işinizdən, gücünüzdən ayırıb bu tədbirlərdə iştirak elədiniz.